31 dekabrdan Vietnamdan salamlar. Hazırda Vietnamın Nha Trang şəhərindəyəm və yeni ili iki ölkədə keçirəcəm. Ona görə istədim ki, bugün mini bir vlog çəkeyim. Hazırda günəşli bir hava var 31 dekabrda. Həmişə arzularımın biri oldu ki, yeni ili yeni bir ölkədə keçirdim. Və hazırda Asiyadayım. İndi Vietnamdan gedəcəm Baliyə. Nha Trang şəhərindən gedirəm Ho Chi Minhə ki, orada aeroporta gedim. Və çox maraqlı yataraqdan gedəcəm, ya da sleeping busla gedəcəm. Nha Trangdan Ho Chi Minhə getmək üçün yol boyu da çəkəcəm avtobusun içərisini və yolda gördüyüm yerləri. Belə, bu arada bayramınız mübarək. Ümid edirəm ki, yeni il hər kəsə ürəyindəki niyyətlərin gerçəkləşdiyi bir il olar. Belə, kimlərin ki niyyətində səyahət etmək varsa, hamısı reallaşsın. Bu da mənim çantamdır. Hazırlamışam, mən backpacklə gəzirəm. Burada yoga matım var. Belə. Səyahət dolu bir il olsun. Dostlar, artıq hazırlaşdım. Backpack'imi də giyindim. İstəyirəm ki, böyüklüyünü çəkim, nə qədər böyüdü və eyni zamanda da ağırdı. Amma ki, xoşuma gəzməklə, çünki hər şey birləşdirə bilirəm. Görüşərik avtobusda. Dostlar, gəlmişəm. İndi avtobusa binəcəyim yerə. Həmişə olduğu kimi yenə bir saat tez gəlmişəm. Bu ağac çox qəşəngdir. Ətrafı göstərim. Minəcəyim avtobus budur. Hələ heç kim yoxdur. Sadəcə 1-2 nəfərik burada. Göstərim ümumiyyətlə sizə yataraqdan avtobusda getmək təcrübəsini. 3-cü avtobusumda deyəm. Amma buradakı gedəcəyim yataq fərqlidir. Öncə gedəcəklərim fərqli idi. Buraya yüklərimizi yığırlar. 2 mərtəbəlidir. Altda da getmişəm, üstə də getmişəm. Altda gedəndə gecə getmək yaxşıdır ki, yatırsınız qaranlıqda. Amma günorta səhər gedəcəksə üst tərəfi məsləhət görürəm. Çünki yol boyu çox qəşəng mənzərələr olur. İçərisini hal-hazırda çəkə bilmirəm. Hətta çəkə bilirəm. Hətta yaxınlaşdırım sizə. Belə yuxarıda yataq var və aşağıda yataq var. Yataqlar dar görünür. Öncə getdiyim yataqlar çox geniş idi. İçərini keçib çəkəcəm. Nə vaxt kiminsəm göstərim. Ətrafda belə kafe var. Belə kafe var. Buradan içki ala bilirik, yemək sifariş edə bilirik. Amma mən nə etmişəm? Axşamdan özümə sendviçlər düzəltmişəm. Çünki fresh istədim ki, sağlam yemək yeyim yolda. Nha Trangdayam, bir şəhərindəyim Vietnamın. Olduğum şəhər daha çox dəniz kənarı. Beach var bu tərəfdə və hər tərəf belə dağlıq ərazi ilə əhatə olunub. Belə göstərim. Bugün çox günəşli bir gündür. Hava çox aydındır. Və 31-i də yeni ilə Ho Chi Minhdə girəcəm və Balidə girəcəm. Evimə geri dönürəm, Baliyə geri dönürəm. Amma birinci Ho Chi Minhə girəcəm. 12-də, saat 12-də Ho Chi Minhdə girəcəm yeni ilə. Sonra isə oradan Baliyə. Burada isə mən varam. Dostlar, artıq minməyə başlayırıq avtobusa. Çantalarımızı yerləşdirirlər. Burada isə çəkimizdir. Çəkimdə harda oturacağım. Hả? Cái gì? Kabımızı yine çıkardılar burada. Çantanın içine koyacağım. Thank you. This is what beautiful.
What is it? Thank you. Camera. Can I take? This way. I4 B4 the first one on top middle. I4 second one on top by window. Okay. Thank you. Cái trên này. Yataqlar belədir. Yuxarıda, aşağıda. Bu ơi. Mənim yerim yuxarıdadır. Lên đâu? Ortada və belə 3 dənə sıra var burada. Em có xin phép chồng cho bà đi đó. Sürətli göstərir. Belə. Bu dəfəki tamam fərqlidir. 3 sıradır. İçəri belə. Hả? Ayaqqabılarımı da verdilər. Kulyoka içinə qoydum. Sấy treo rồi xuống xuống. Dostlar gəldim. Yerimi tapdım. Burada Wi-Fi passwordlar olur. Çox sevdiyim yol boyu istifadə edə biləcəyiniz Wi-Fi olur avtobuslarda. Burada işıqları yandırıb, söndürüb fərqli modlara qoya bilirsiniz. Su. Bura əşyalarımı qoya bilirəm. Arxaya ayaqqabımı yerləşdirmişəm, sumka. Burada isə pəncərə, havalandırma, soyuq vurur. Burada isə pərdə, çəkirsiniz. Belə, özümü də göstəreyim. Uzanıb, ayağımı da uzadıb yatacam belə. Buradansa mənzərəni izləyəcəm. Pərdəmi də çəkəcəm içəridə. Açın. Burada yavaş-yavaş içəri gəlməyə başlayıblar yolcular. Belə olur mini bir ev. Burada isə şarj üçün USB olur. Burada görüntüləri var. Bu dəfəki getdiyim yataq bir qədər dar qaldı. Mən hamısını yerləşdirəcəm. Biletləri hardan almışam, neyləmişəm. Hansı avtobus firmasını daha çox məsləhət görərəm. Belə. Görüşərik. Yol boyu da çəkəcəm. Mənzərələr gördükcə ümumiyyətlə Vyetnamın kəndlərinə keçəcəyik. İndi Hoşimine gedirik. Çox ən böyük şəhərinə gedirik. Ən nüfuzun çox olduğu, qarışıq. Belə görüşərik. Yaxşı ki, sendviçim var. Yolda heç vermədilər, bir dənə su verdilər. İndi isə sendviçimi yeyəyəm, gedəcəm yola. Gəldim, çatdım Hoşimine. Bizi burada bir avtobusda da dəyişdirdilər. Başqa avtobusa mindirdilər ki, Hoşiminin mərkəzinə gələk. Sizə buradakı tıxacı göstərmək istəyirəm. 31-i də hazırda. Buradakı tıxacı və burada skritlərin çoxluğunu göstərmək Dostlar, salamlar. Yenə mən Hoşiminin küçələrindəyəm. Gedirəm backpackimlə ana mərkəzə saat 12-də yeni ili qarşılamağa. Burada şov falan olacaq. Mənə də çox maraqlıdır. Küçələr çox qəşəng görünür, çox canlıdır. Belə, sonra isə oradan gedəcəm təyyarəyə, aeroporta. Biraz özümü çəkim. Gedəcəm aeroporta. Uçacam Baliyə. Yəni ki, yeni ilə Kölkədə girəcəm. Ətraf belə görünür, amma küçədir bura. Hər tərəf qaynayır. Normalda bu qədər qarşılığı sevmərəm, amma bugün nədəsə istəyirəm. Ətrafı göstərirəm. Mən bu
videomu paylaşıldığında çok güman ki biz artık yeni ildə olacaq 2026'da. Bugün ise ayın 31'idir. Evet, kamerayla çekeceğim. O kadar yolda motosikletler var ki. Evet. Tamam. Ümit edirəm görürsünüz. Yolun her tarafından maşınlar geçiyor. Dostlar. Mutlu son. O kadar videolarda arzuladım ki yeni ilde bol seyahat. Neyse ateşfaşanlık bitti, kurtardı. 1 saat falan gözledim ki taksi çağırım. Burada bu arada grev işləyir. Dedim taksi çağırım, gedim havalimanına. Ve artık saat 3'tü. 3 saat taksi tapa bilmirəm. Ona göre de yeriye gidiyorum. Bir taksi geldi. Taksi qabağımda geldi, taksini ləğv elədi, götürmədi. Bilmirəm. Səbrimin son damlalarını yaşayıram bugün. İndi isə tamamilə sessiz, sakin bir küçədəyim. Və dostlar, yeni ildə Bali'dən salamlar. İki ölkədə yeni ili qarşılayıram. İlkini Ho Chi Minh'də qarşıladım, Vietnamda. Daha sonra isə Bali'də. Hal-hazırda Ubud'dayım. Çox xoşbəxtəm yenidən Bali'yə qayıtdığım üçün. Çünki Bali mənim evimdir. Belə vlogu yavaş-yavaş tamamlayıram. Bali'də olduğum üçün daha çox Bali'dən paylaşımlar edəcəm. Görək Bali mənə nə gözəlliklər gətirəcək yeni ildə. Hər kəs üçün qəlbindəki niyyətim gerçəkləşdiyi bir il olsun. İzninizə yaxşı vaxt.